Hər vaxtınız xeyir olsun. Gəl danışan növbəti videosudur. Bugün sizə mən haterlar, yəni qarnı qurtlu, paxıl insanlardan danışacağam. Ümumiyyətlə, qarnı qurtlu və paxıl insan bəlkə də elə sən özünsən, bu videoya baxan adam. Amma bəlkə də heç bunu bilmirsən. Amma mən təxmini sizə bu tip insanların, yəni haterların, qarnı qurtlu, paxıl insanların necə olduğu, niyə elə olduğu ilə bağlı bugün beləcə bir qısa podkast eləmək istəyirəm. Ümumiyyətlə, niyə bu uğurlu insanlara hücum edirlər? Bu sualdan başlayaq. Çünki təəssüf ki, bu həyatda uğurlu insanlar uğura çatanda, qıraqdan baxan ona insanlar elə bilirlər ki, onlar bu şeylərə layiq deyirlər. Yəni, onlar uğura bəxtəbəxt çatıblar ya da kiminsə köməyi ilə çatıblar. Amma 90% hallarda heç vaxt elə olmur. Uğurlu insanlar ona görə uğurlu olurlar ki, çünki onlar əziyyət çəkirlər, bir prosesdən keçirlər. Kimlərinsə rahat yatdığı səhərlərdə onlar oyanırlar və gedirlər nəsə bir proseslərin, işlərin dalıcı. Ona görə də axırda uğur qazanırlar. Amma bunu etməyənlər, yəni bütün günü yatanlar, ömür boyu divandan yumuşaq yerlərini qaldırmayanlar, onlar elə düşünürlər ki, bunlar hər şeyi düz edirlər, amma uğur qazanan insanlar sadəcə onlardan görə nəyəsə uğurluyubdur. Ona görə də onlar uğurlu olub, bunlar amma hələ də yerlərində sayır. Ona görə də başlayırlar içlərindəki nifrəti, paxıllığı onlara tökməyə. Çünki həmin o kompleksi onlar etməsələr, elə bilin ki, ürəkləri partlayacaqmış kimi hiss edirlər. Ona görə də öz həyatlarından narazılıq başqasına nifrətə gətirib çıxardır. Çünki o qədər öz həyatlarından yəni narazıdırlar ki, sənin uğurların o qədər onların yarasını deşir ki, onlar başlayırlar bax beləcə öz nifrətlərini sözlərlə və yaxud da başqa bir əməllərlə ortaya beləcə çıxardıb yəni tökməyə. Ümumiyyətlə, mən həmişə deyirəm ki, açıq qarşıma çıxan düşmən mənim üçün daha hörmətlidir və daha az təhlükəlidir. Nəinki gizli paxıllar. Çünki gizli paxıl siz bilmirsiniz o hardadır. Bəlkə də elə qohumunuzdur, bəlkə də elə evinizdəki insandır. O çünki elə bir yəni hissdir ki, o paxıllıq. O heç vaxt birinci dəfədən çalışmır ki, özünü belə açıq-aşkar göstərsin ki, mən sənin paxıllığını çəkirəm. O tip insanlar həmişə küzlü olurlar daha çox. Həmişə çalışırlar ki, öz paxıllıqlarını birinci güya sevgi kimi, güya yəni qayğı kimi göstərsinlər. Amma içlərindəki o xislət, bəd insanlıq, onlar sizə zərər vermək üçün yəni çalışır. Ona görə də açıq düşmən həmişə daha hörmətlidir. Bilirsən ki, bu sənin düşmənindir və sənə yəni neynəsə də gözü içinə baxa-baxa eləyəcəkdir. Kişi kimi üzvə baxaraq eləyəcək. Paxıl və xeyt eləyən o murdarlar kimi arxadan vurmayacaqlar. Ona görə də bax, bu məsələdə həmişə ehtiyatlı olmaq lazımdır. Çünki paxıllar və yəni qarnı qurtlu insanlar sizin üzünüzə gülən insanlar olacaq. 99% hallarda çalışacaqlar ki, sizə özlərini birinci sevdirsinlər, güya sizin qayğınıza qalan kimi göstərsinlər, amma eyni vaxtda da altdan mütləq şəkildə ayağınızın altına qazacaqlar. Və bu tip insanları tanımaq üçün mən həmişə bir taktikanı istifadə edirəm. Görürəm ki, bunlar ümumiyyətlə enerji uğurlayan tiplərdəndirlər, yoxsa enerji qatan tiplərdəndir. Məsələn, mən deyəndə ki, mən filan şeyə başlamaq istəyirəm. Əgər onlar gəlib mənə bu işin çətinliklərindən, bu işin necə mümkün deyil bunu alındırmaq, o barədə detalları verirlərsə, daha çox belə negativ kökənli şeylərdən danışırlarsa, o adamlar bilin ki, haterlarınızdır və paxıllarınızdır. Çünki əgər sənin enerjini kimsə uğurlamağa çalışırsa, sənin negativ yəni bir şeyi yeritməyə çalışırsa, o insanın deməli marağında səni qorumaq yoxdur. O sadəcə səni o yoldan çəkindirmək istəyir. Mən çox bunun şahidi olmuşam. Məsələn, mən yeni bir şeyə başlamışam. Nümunə üçün deyirəm də. Məsələn, ağac əkmək istəmişəm və bunu biznesə çevirmək istəmişəm. Həmin o işdə ağac əkən kimi artıq işləyən başqa bir
tanışmı, qohummu və s. bu yəni nümunə bir mövzudur. Mənə başlayıb deməyə ki, Rəsul, ağac çəkməkdə nə pul var sən kirişirsən? Əşi, hava yerə vaxtını itirəcəksən. Çox çətindir, çox qəlizdir, belədir, elədir. Yəni, bu adam, mən onun rəqibi olaram deyə qorxduğu üçün başlayıb mənə bax beləcə negativlərini yükləməyə, negativ şeylər. Çünki o paxıllıq eləyirdi ki, birdən mən digər işlərimdə uğur yaxşı qazanıram deyə, birdən bunda da uğur qazanaram. Bunun yəni bazarını əlindən alaram və da bunu kölgədənmi qoyaram. Ona görə də bu tip insanlar həmişə özlərini necə də olsa sizin həyatınızda göstərəcəklər. Çünki uğur artdıqca onların nifrəti də artacaqdır. Nifrət ümumiyyətlə uğurla proporsional qalxır. Əgər sən uğurun artırsa, 100% bil ki, sənə qarşı olan insanın o paxılı insanın nifrəti də artacaq. Çünki bu psixologiya ilə bağlıdır. O özünü səninlə müqayisə edəcəkdir və o müqayisədə uduzduğunu gördükcə ürəyi lap partlayacaq. Lap belə əsəbləşəcək sənə qarşı lap belə nifrət yəni başlayacaq göstərməyə. Çünki onun üçün sənin uğurun bir nömrəli problemdir. Sən uğur qazandıqca o axı sənin kölgəndə qalır axı. Sən uğur qazandıqca o axı sevilən adam olmadığını başlayır düşünməyə. Abi, iki qardaş arasında, iki bacı arasında da bu belədir. Əgər ata-ana bir uşağı tərifləyirsə, onun uğuruna görə, o biri başlayır artıq paxıllanmağa ki, mənə niyə təriflənilmirəm? Başlayır ya qardaşına, ya bacısına beləcə paxıllıq eləmək. İlk insandan bəri bu belədir. Habil və Qabil, Adəmin övladları niyə bir-birlərini, yəni axırda Qabil Habili öldürdü? Çünki o paxıllıq edirdi ona. Paxıllıq etdiyi üçün də ilk insan ölümü elə ilk insanların arasında o boyda Adəmin övladları arasında oldu. Yəni, paxıllıq insanı həqiqətən məhv edə biləcək bir şeydir. Sizə kimsə paxıllığı edirsə, açıq-aşkarmı, gizlimi və yəni siz bunu görürsünüzsə, çalışın o adamlardan mütləq yəni qaçasınız. Çünki necə deyim sizə, onlar zəif insanlardılar. Zəif insan da güclü insan kimi düşünmür. Siz ola bilsin güclü insansınız və gücünüzlə bilirsiniz ki, istədiyiniz adamı məhv edə bilərsiniz, amma bunu qəsdən eləmirsiniz. Çünki özünüzü yəni, idarə etmə imkanınız var. Amma zəif insanlar elə deyirlər. Zəif insanlar gücləri çatmayacaqlarını bildikləri üçün başlayırlar, o Ruscada bir söz var, podlı hərəkətlər eləməyə. Yəni, alçaqlıqlar eləməyə. Sizə elə şeylər eləyə bilərlər ki, siz heç onu yəni, düşünə də bilməzsiniz ki, bu adam niyə mənə qarşı belə bir alçaq hərəkət elədi? Amma onlar üçün bu yəni, problem deyil. Çünki onların xisləti elədir. Onların qanı murdardır, qanı xarabdır. Onca paxıl insanı görəndə fərqi yoxdur o kimdir. Çalışın, ətrafınızdan uzaq eləyin, həmişə onlardan qaçın. Çünki bu insanlar həmişə sizi necəsə dala salacaqlar. Onların danışığına da fikir versəniz, görəsiniz ki, onlar necə danışır. Əsasən tənqid edirlər. Sosial medianı götürək də, mən illərdir sosial mediada videolar paylaşıram. Mənə əgər 10 komment gəlirsə, mütləq 3-4-ü onların arasında haterların kommentidir. Çünki onlar bilirlər ki, mənim yerimə gəlib çata bilməyəcəklər. Onlar bunu 100% başa düşürlər, qəbullanırlar. Ona görə də o içlərindəki nifrəti, tənqidi formada güya öz ailələrində edirmiş kimi göstərir. Amma yazdıqları sözlərdən başa düşürsən ki, o adam səni tənqid eləmir, o səni təhqir etməyə çalışır. Əziz izləyicim, səni bir neçə dəqiqəliyinə videodan ayıracağım. Çünki sənə demək istədiyim vacib bir şey var. İndi bəlkə ekrana baxıb deyirsən, gör necə maşını var, Amerika kimi yerdə yaşayır. Amma 6 il əvvəlki Rəsul belə deyildi. O vaxt həyat mənim üçün çox çətin və ümidsiz görünürdü. Bəlkə sən də indi elə bir vəziyyətdəsən. Əgər elədirsən, sənə öz təcrübəmdən bir məsləhət vermək istəyirəm. Əgər bugün pulsuzluqdan şikayət edirsənsə, iş tapa bilmirsənsə və ya maaşın azdırsa, yeni bir gəlir qapısı yaratmağın vaxtıdır. Bilirəm, bu asan səslənmir. Pul yoxdur axı, necə edim, deyə düşünə bilərsən. Amma bax, sən bu anda mənim kurslarım vasitəsilə özünə yeni gəlir imkanları yarada bilərsən. Mənim YouTube və ChatGPT kurslarım artıq yüzlərlə insanın həyatını maddi baxımdan yaxşılaşdırıb. Təxminən 400 nəfər mənim YouTube kursumu, 200-dən çox insan ChatGPT kursumu alaraq əlavə və hətta
passiv gəlir qazanmağa başlayıb. Bu sənə əlavə gəlir yaradan kursların qiyməti isə bir çox insan üçün bir aylıq cib xərcliyi qədərdir. YouTube kursumu 189 AZN, ChatGPT kursumu isə 159 AZN ala bilərsən. Amma bununla kursların bitmir. Digər kurslarımla da səni tanış edim. Növbəti kurs arzularını gerçəkləşdir kursudur. Bu kurs sənə arzularının niyə reallaşmadığını göstərir və həmin səhvləri düzəltdikdən sonra məqsədlərinə daha yaxın olursan. Şuur altında səni geridə saxlayan blokları tapır və onları aradan qaldırmağı öyrənirsən. Ən əsası isə real metodlarla arzularına necə çatmalı olduğunun yolunu öyrənirsən. Bu kursun qiyməti isə 79 AZN-dir. Sonuncu kurs isə 12 həftəlik bədən transformasiyası kursudur. Bu kurs təkcə artıq çəkidən qurtulmağa yox, həm də sənin bədəninin və həyat tərzinin dəyişməsinə kömək edir. Çünki yadında saxla, öz bədəninə nəzarət etməyən insan çox vaxt həyatının digər sahələrində də zəif olur. Və sən heç görmüsənmi, həqiqətən varlı və uğurlu insanlar öz bədənlərinə laqeyd yanaşsınlar. Əksinə onlar öz bədənlərinə xüsusi diqqət edirlər və sağlam formada qalmağa çalışırlar. Bu kurs sənə də bunu öyrədir. Təkcə arıqlamaq yox, bədəni idarə etməyi və sağlam həyat tərzini formalaşdırmağı. Sən 3 ayda düzgün diyet və məşq proqramı ilə fit və sağlam bədən qura bilərsən. Bu kursda məqsəd sadəcə çəki itirmək deyil, pi faizini azaltmaq və bunu qalıcı etməkdir. Çünki proqram səndə sağlam vərdişlər formalaşdıracaq. Bu kursun qiyməti isə 89 AZN-dir. Ekranda indi 4 kursun ayrı-ayrılıqda qiymətini görürsən. Ətraflı məlumat üçün rasulasadi.com saytına daxil ola bilərsən. Sualların varsa Instagramda mənə də yaza bilərsən. Və əgər YouTube-dan gəldiyini desən, sənə 10% də endirim edəcəyim alacağın hər hansısa bir kursa. 4 kursu birdən alanlara isə 25% endirim olunacaq. Sənə lazım olan tək şey başlamaqdır. Çünki həyatlarını yaxşıya doğru dəyişənlər, gözləyənlər yox, qərar verib hərəkət edən insanlardır. İndi videoya davam edə bilərsən. Səni alçatmağa çalışır. Çünki özü alçaldığı üçün o qisas almaq istəyir. Amma sən onu qəsdən alçatmırsan. Sən sadəcə öz yolunla gedirsən, öz həyatınla gedirsən, öz uğuruvu qazanırsan. Amma o bunu edə bilmir deyə öz gözündə alçalır. Alçaldığı üçün də səni alçatmağa çalışır ki, sən elə bil onun səviyyəsinə düşəsən də, belə deyək. Cəmaət səni başlasın pis deməyə, sənə negativ şeylər deməyə, o da öz ürəyində xoşbəxt olsun ki, hə bu da mənim kimi 3 aşağı 5 yuxarı adama dönür də, yəni uğurlarına kölgə salmışam. Bu adam artıq uğurları ilə belə deyək də danışılmayacaq. Əsasən ona kimsə söydüyü üçün, kimsə onu təhqir etdiyi üçün danışılacaq. Ona görə də bu tip adamlar 99% hallarda sizi sosial mediada da, real həyatınızda da tənqid etməyə başlayacaq. Bu sizin qohumunuz olacaq, bu sizin qardaşınız olacaq, bu sizin, nə bilim, dostunuz olacaq, hər kəs olacaq. Elə düşünməyin ki, əgər kimsə sizə çox yaxındırsa, o sizə heç paxıllığınızı, yəni qarnı qurtuluğunu eləməz. Eləyəcək. 100% bilin, əvvəl, axır eləyəcək. Sadəcə ola bilsin o situasiya bəlkə də gəlməyibdir. Yəni, mənə çox yazırlar ki, mən məsələn, qohumlarımla aram yaxşıdır da, xalam oğluyla, bibim oğluyla, nə bilim, əmim qızıyla və s. və s. Mən onlara deyirəm ki, siz harada yaşayırsınız? Deyirlər, eyni yerdə yaşayırıq. Məsələn, eyni şəhərdə ya da eyni kətdə. Deyirəm, kimin evi böyükdür? Deyirlər ki, məsələn, ikimizin də evi eyni səviyyədədir də. Deyirəm ki, aylıq qazancınız necədir? Deyir, ikimizdə də eynidir. Deyirəm, gözləyin, biriniz qabağa gedin, indi görəcəksiniz o paxıllıq necə ortaya çıxacaq. Çünki eyni səviyyədə olanda insanın, yəni, paxıllıq etmə səbəbi olmur. Amma sən biraz qabağa gedəndə artıq o adamlar başlayır səni paxıllığını çəkməyə, sənə qarşı nifrət oyatmağa. Klaviatura arxasında oturan o haterlar onsuz da yəni ən aciz adamlardılar. Çünki ürəkləri belə çatmır ki, gəlib sənin üzvə nəsə desinlər. Onlar sadəcə elə klaviaturanın arxasında özdə 90% hallarda fake profillərlə, şəkil olmayan, ad olmayan profillərlə yazırlar. Çünki aciz deyirlər. Onların o içindəki nifrət, yəni nifrət kimi də o insana nəsə qatmır. Başa düşürsünüz? O qədər balaca adamlardılar ki, öz nifrətləri belə onları boğur. O dərəcədə yəni gücsüzdürlər, bədbəxtdirlər. Ona görə də klaviaturanın arxasında o acizliklərini başlayırlar sənə öz bunlar ağızlarının qoxusu ilə, bunlar sözləri ilə tökmə. Mən adətən elə insanlar negativ bir şey yazan kimi dərhal blok edirəm. Dərhal onların mesajlarını silirəm. Çünki hansısa bir axmağın mənim
ətrafımda olmağını mən istəmirəm. Paxılın olmağını istəmirəm. O auraya çünki təsir edir. Sənin auravın ətrafında əsasən beləcə qarnı qurtlu, paxıl insanlar varsa, istər-istəməz onlar sənin həyatını necəsə çətinliyə salacaqlar. Elə bütün günü yorğun hiss eləyəsən, belə əzgin olacaqsan. Çünki o qədər neqativi, o qədər paxıllığı sən şuuraltı həzm edə bilməyəcəksən. Ona görə də ən yaxşısı rədd eləməkdir o insanları. Blok edin, yazmayın, axtarmayın. Qohumunuz belə olsa, heç vecivizə belə almayın ki, bu adam kimi. Çünki həyatı siz bir dəfə yaşayacaqsınız. Onlar da o həyatı çalışacaqlar sizə zəhər eləsinlər. Çünki onların öz həyatı yoxdur. Onlar sizin əslində xəstə pərəstişkarlarınızdır. Xəstə düşüncəli, xəstə psixologiyalı. Onlar öz həyatlarını qurban verirlər ki, sənin həyatına baxsınlar, müzakirə etsinlər. Yəni belə adam da səncə sənə nə xeyir verə bilər? Ona görə də çalış, həmişə bu adamları görəndə necə deyim sənə, qaçasan. Ümumiyyətlə, paxıl insanları necə tanıya bilərsən? Mütləq fikir ver, onlar səni həmişə çalışacaqlar ki, necəsə kiçitsinlər. Hardasa, məsələn, bir məclisdə sən öz uğrundan danışanda deyəcəklər ki, nə edibsən ki? Məsələn, sən desən ki, mən Mercedes almışam, deyəcək ki, Mercedes nə maşındır ki, cəmaat, məsələn, Cadillac alır. Sonra o insanlar maksimum sənin uğurunu sevinməyəcəklər. Deyəcəksən ki, məsələn, mən bugün ev aldım özümə. Deyəcək, hə, yaxşı elədin, hə. Nə bilim də, başlayacaq söhbəti fırlatmağa. Deməyəcək ki, Allah xeyir versin. Deməyəcək ki, sənin adına sevindim. Yəni, o sevinç hissini başlayacaqlar necəsə o nifrətləri ilə boğmağa və sənə də o sevinclərini göstərməyəcək. Və bunu da başa düşmək yəni həmişə asandır. Sən məsələn nədənsə danışanda uğurlu bir adam kimi tutan bir toydasan, 5 dənə qohumunun ətrafında, sən də 5 dənə dostluğun ətrafında bir uğurundan danışanda onlar tez-tez başlayacaqlar mövzunu dəyişməyə ki, sən licbi danışmayasan, sən licbi özünü necəsə göstərməyəsən. Çünki bu adamların qorxusu sənin birinci olmağındır. O bəlkə də bunu yəni qəsdən eləmir, şuuraltısı amma yəni bu insanların belə işləyir. Onlar öz şuurlarında özlərini, necə deyim, idarə edə bilmirlər. Elə çalışırlar ki, necəsə səndən canlarını qutarsınlar, səni kütlə içində alçatsınlar. Üzvə bəlkə də gülərlər təkbətək olanda, çünki onlar rol oynamalıdırlar. Amma imanla kütlə içində, insanlar içində səni başlayacaqlar həmişə, necə deyim, qısnamağa, səni həmişə çalışacaqlar biabır etməyə. Lap sən olmasan belə dalınca danışacaqlar. Paxıl insanların çünki edəcəyi başqa heç sən yoxdur. Sənə qalib gələcək, onlarda o tötəş yoxdur deyə onlar başlayırlar bax beləcə hərəkətlər eləməyə. Ümumiyyətlə vəbşə hater insanlara düzdür, negativ şeylər çox desəm də indi səhərdən onlar haqqında, onlardan qorxmamaq lazımdır. Çünki haterlar sənə həyatda sənin uğur qazandığını sübut edir. Yəni sən əgər həyatda bir iş görürsənsə, bir yerə çatırsansa, uğur qazanırsansa və haterlar çoxalırsa həyatında, bu onu göstərir ki, deməli sən uğur qazanıbsan ki, bu adamlar sənin haqqında bir şey danışır. Əgər sən yerində sayan biri olsan, heç kimsə sənə qarşı heç vaxt yəni nəsə deməyəcək. Onlar sənin həyatda imanla böyüdüyün sübutudur. Yəni, mən həmişə haterları həyatımda görmüşəm, çünki həmişə həyatda inkişaf etməyə çalışmışam. Dünənimdən yaxşı olmağa çalışmışam. Onlar da həmişə sübut ediblər ki, mənim həyatımda olurlar. Yəni, sən həqiqdən bunu bacarırsan. Biz bacarmadığımız şeyləri, biz etməyə ürəyimiz, tötümüz çatmayan şeyləri sən bacarırsan. Ona görə də mən o adamlara motivasiya mənbəyi kimi də baxıram. Hansısa bir həyatımda bir yerə çatanda onlar yəni, mənə sübut edir ki, mən həqiqdən bunu bacardım. Çünki bəzi o ölçü vahidləri var da insan həyatında. Məsələn, litrlə suyu ölçürsən, nə bilim, kilo ilə bir əşyanın çəkisini ölçürsən, amma uğurunu necə ölçə bilərsən? Mən deyərdim ki, haterların şotuna. Hater nə qədər çoxdursa, nə qədər sənə qarşı onlar yəni, nifrət edirlərsə, sən deməli o qədər də uğurlusan. Həm də ki, onlar qəşəng reklam eləyənlərdilər. Səni pulsuz, yəni bilin, reklam edirlər də. Qohumlarının yanında səni reklam edirlər. Oturmuşsunuz, məsələn, heç xəbərin yoxdur da. Kim sənin dalınca danışıbdır, hansısa bir qohumun sənə yığır ki, salam əleykum, bildin də filankəs də sənin dalınca danışırdı. Sənə deyirdi ki, sən bunu aldın, onu satdın, nə bilim neyini. Bu onu göstərdir ki, yəni bu adamlar səni pulsuz reklam edir. Sosial mediada da belədir. Götürüb negativ bir şey yazırlar da sənin haqqında. Da başa düşmürlər ki, sən onu eləyəndə məni reklam edirsən əksinə. Komment yazırsan deyə mənim videom daha çox adama gəlib çıxır. Yəni haterlar əgər
belə deyək də, hələ yüngül səviyyədə heyt yazanda mən onları oxuyanda bir şey gülürəm ki, sağ olun ki, bunu edirsiniz və mənim videomu daha ya da şəklimi daha çox populyar edirsiniz. Ağır şeylər yazanda bunlar enerjilərini artıq özümə görməmək üçün, gözüm o kommenti görəndə o hissi yaşamaq üçün onları dərhal blok edirəm. Amma elələri var ki, gülməli tərzdə acizliklərini mənim xeyrimə istifadə edirlər. Ona görə də mən həmişə yəni o adamlara beləcə yəni xeyir kimi də arada baxıram ki, onlar mənə əslində nəyisə ölçü vahidi kimi, nədəsə reklam edən biri kimi yəni mənə xeyir verirlər. Çox adam deyir ki, bəs bu haterlara cavab vermək lazımdırmı? Yəni onları ümumiyyətlə yerində oturtdurmaq lazımdırmı? Mən bu cür yanaşıram. Ümumiyyətlə 70% hallarda onları ignor eləmək lazımdır. Yəni rədd olsunlar da, vecivizə belə almayın ki, onlar sizə nə deyirlər. Çünki siz onların səviyyəsinə düşsəniz, onlar o alçaqlıq səviyyəsində daha professionaldılar deyə sizə onsuz da qalib gələcəklər. Siz onlarla söz davası da eləsəz, qol davası da eləsəz, nə etməyinizdən asılı olmayaraq, onlar alçaq olduqları üçün sizdən hər bir halda daha güclü olacaq. Onun üçün ignor eləyin, rədd olsunlar. Yəni cəhənnəmin dibinə kimi yolları olduğunu onlara elə hiss elətdirin. İgnor eləyəndə inanın mən özdə onları, mən bunu öz təcrübəmdən görmüşəm. Siz əgər haterları ignor eləyirsinizsə, onlar daha çox partlayırlar, daha çox uduzduqlarını hiss eləyirlər və sizin qalibliyiniz heç bir şey etmədən belə ortaya çıxır. Çünki bu tip adamların cavab verəndə onlar artıq o diyaloqa sizlə girirlər deyə özlərinə başlayırlar daha çox haqq vermək. Mən düz deyirəm də, görürsən bu da mənə cavab verdi. Amma ignor eləyəndə, vecivizə almayanda o itürər karvan keçər söhbətinə dönür. Onlar o it olduqlarını sırazu başa düşürlər deyə içlərində daha çox yanırlar, tökülürlər. O yanğıda yadınızda saxlayın. Həmişə artan bir şey deyil. Adam tutamda bir dənə ağacı yandırmaq istəyirsən. Ağacı yandıranda nə olur? Yanır, sonra külə dönür. İnsan içi də elədir. İnsan sizə qarşı nifrət bəsləyirsə, sizə qarşı içində yanğısı varsa, o yanğı artdıqca özünü kül edir. Yəni o adam artıq elə bilin ki, bir külə dönür və sizə qarşı bir reaksiya verə bilir, istəmir nəsə eləsin, çünki qalibliyinizi qəbul edir, şuuraltı qəbul edir. Amma elə adamlar da var ki, onlara artıq yəni cavab vermək lazım olur. Məsələn, belə bir situasiya ola bilər də, siz publiçni bir insansınız, yəni sizi tanıyır çox adam, iş yerində mi deyim, hansısa bir sosial mediada mı deyim, kimsə sizi beləcə paxıllığınızı edirsə və sizin artıq qulağınıza çatırsa və bu sizin reputasiyanıza artıq pis təsir eləyəcəksə, onu da elə o kütlə içində ignor yox, biabır etmək lazımdır. Çıxardıb o həqiqətləri ilə kütlənin içində lobuna demək lazımdır. Təklikdə yox, o tip adamlara təklikdə nə desəz də, onlar padoşdular, yəni arsız insanlardılar. Elə buradan tüpürəcəksiniz, deyəcəklər buradan da tüpür. Yəni onlar əxlaqsızlığı artıq boyunlarına almış adamlardılar. Amma publiçni eləyəndə, artıq kütlə içində eləyəndə, onları kütlənin içində də biabır edəndə, belə üzlərinə necə lazımdır cavab verəndə, onlar artıq o qorxaqlıq moduna keçirlər. Qorxduqları üçün bir də sizə o paxıllığı düzdür, içlərində yenə yaşayacaqlar, amma içlərində qalacaq da. Publiçni, cəmaət içində bunu sizə qarşı eləməyəcək. Ona görə bəzən kiminsə ağzına kakaş qoymaq lazımdır sözün əsl mənasında. Amma 70% hallarda çalışın, ignor edəsiniz ki, onların o iç yanması qoyla içlərində olsun və partlayıb, yəni ürəkləri getsin hardasa. Çünki o tip insanların sonu həmişə, inanın mənə, pis şeyə gedir. Çünki mən fikir vermişəm, paxıl insanlar o kiminsə uğruna paxıllıq edəndə elə bilirlər ki, Allah Taala sırf o adama veribdi, buna amma verməyibdi. Amma başa düşmürlər ki, bu həyatda hamının öz yolu var. Mən öz yolumla gəlib bura çatıramsa, bu mənim yolumdur. Sən də uğura çatmaq istəyirsənsə, gəl öz yolunu tap get. Sən niyə yəni mənim yoluma qarşı belə paxıllıq edirsən? Allah Taala mənə bu yolu veribdi. Mən bu yolu əziyyətimlə, zəhmətimlə keçmişəm və uğur qazanmışam. Nə bilim, ev almışam, maşın almışam, karyera qurmuşam, biznes qurmuşam. Allah sənin ağlını başından almayıbdır ki, sən də get o şeyi, yəni elədir. Amma o qədər içlərində bu paxıllığı yaşayırlar, negativi yaşayırlar ki, heç öz həyatlarında nəyisə dəyişə də bilmirlər. Onların 99%-nin həmişə həyatı eyni cür qalır. Elə qarnı qurtda olduqları üçün, paxıl olduqları üçün inkişaf edə bilmirlər. Çünki bütün enerjiləri gedir ancaq kiminsə paxıllığına çəkməyə. Sən 24 saatın var. Mənim də 24 saatım var. Sən əgər paxıllığı ona həsr edirsənsə, mən inkişafa həsr edirəmsə, axırda necə olacaq ikimiz də inkişaf edəcəyik? Birimiz inkişaf edəcəyik. Yəni mən sənə paxıllığı həsr etdiyin üçün yerində sayacaqsan, əksinə hələ dala gedəcək.
biləcəksən. Çünki içindəki o mundar his, mundar negativlik sənin şuuruvu zəhərləyəcək. Zəhərlənən şuur səni hərəkət etməyə imkan verməyəcək. Hərəkət etmədiyin üçün də nəticə olmayacaq. Və başlayacaqsan ömrünün axırına kimi, yəni eyni yerdə qalmağa, illərlə eyni yerdə qalmağa. Nə qədər mən paxıl insan görmüşəm, heç təsəvvür belə edə bilməzsiniz. Qohumların da arasında olub, dostların da arasında olub, tanışların da arasında olub. Hamısı hələ bu günə kimi o deyir daşı daş üstə qoymurlar. Elə yerlərində sayırlar. Əksinə elə dala gedirlər, düşürlər. Günü-gündən yəni alçalırlar. Niyə? Çünki öz həyatlarını məhv edirlər. Adam bu həyata gələndə, yəni biz doğulanda gəlmirik ki, kiminsə ancaq paxıllığını çəkək. Allah Taala bizə bu həyatı, bu gözəl dünyanı ona görə nəsib eləyir ki, biz öz xoşbəxtliyimizi quraq. Kimsə xoşbəxtlik qurmaq istəyir, gedir xoşbəxtlik qurur. Kimsə paxıllıq eləmək istəyir, paxıllıq edir. Kimsə əclaflıq eləmək istəyir, əclaflıq edir. Hamı öz seçdiyini yaşayır, başa düşürsüz? Yəni siz bu həyatda seçdiyiniz istiqamətdə ancaq yaşayacaqsınız. Paxıll oldunuz, yəni həyatınızda çəkəcəyiniz şey ancaq neqativ olacaq. Heç kimə fikir verməyən, inkişafa meyilli insan oldunuz, gedəcəksiniz inkişafın dalıca uğurunuzu da qazanacaqsınız. Hardan baxırsınız, baxın, həyatda heç bir paxıl qabağa getmir. Müəyyən bir anlıq, 2 anlıq, 1 metrlik, nə bilim, 1 illik hardasa yüngül onlarda inkişaf görsəz belə, onu bilin ki, o inkişaf da onları 10 il dala atacaq. O inkişaf da, o uğur da onların əlindən gedəcək. Çünki xislətləri zaydır. Yəni zay xisləti olan insan heç vaxt qabağa gedə bilməz. Mən paxıl insanları torpaq kimi, qum kimi görürəm. Bu gün qum bizim ayağımızın altındadır. Amma külək vuranda o qum ayağımızın altından da uçur gedir. Bax, o insanlara o cür yanaşmaq lazımdır. Elə bilin külək vurdu və o insanlar qum kimi uçdular, getdilər. Çalışın, öz inkişafınıza fokuslanın, heç kimin paxıllığını çəkməyin. Çünki bayaq dediyim kimi Allah Taala həriyə öz yolunu verir. Yəni Amerikalılar deyirlər ki, çox inkişaf etmiş insanlardılar. Digər millətlərə baxanda, yəni 200 il tarixi olan bir dövlət və o dövlətin də içində bu dövləti beləcə uğurlu edən insanlardır da. Bu boyda uğurlar qazanıbdı, amma deyək ki, Azərbaycan tarixini götürsən 1000 il yaşı var, hələ də Amerikanın heç uğurunun 5-10%-na yəni gəlib çatıbdı. Söhbət bilirsiniz hansı uğurlardan gedir? O pulla ölçülən, nə bilim, inkişafla ölçülən uğurlardır. Mən burada oturub uğur deyəndə, yəni uğur nisbi anlayışdır. Mən mədəniyyətlərdən və sair şeylərdən danışmıram. İmенно puldan danışaq da, yəni söhbəti gəlin bunun üzərindən eləyək. Bu adamların uğurunun 90% səbəbi bilirsiniz nədir? Heç vaxt heç kimin paxıllığını çəkmirlər. Çünki onun üçün fərqi yoxdur. Qonşusu hara gedib çıxdı. O öz yoluna baxır, öz uğuruna baxır. Burada küçədə gəzəndə mən həmişə görürəm ki, məsələn bir ev çox qəşəng remontlu, çox uğurlu belə ölçülərdə, çox yekə, super bir vəziyyətdədir, amma yan qonşusu daxmadır. Balaca 70 il, 80 il qabaq tikilən evdir. Bütün fasadı it günündədir. Yəni hər şey pis vəziyyətdədir də. Çöldəki maşınlara baxırsan, məsələn o varlı evin qabağında deyək ki 100 minlik Cadillac Escalade dayanır, kasıbın qapısında amma Honda Civic dayanır, balaca köhnə 80-cı 90-cı illərin pis gündə maşını. Amma o insanlar bir-birlərinin qarnının qurdunu çəkmirlər. Kasıb evindən çıxanda qonşusuna deyir, hello John, nə bilim, hello filan kəs, bu birisi də buna deyir, hello, nə bilim, Elizabeth. Biz siz niyə? Çünki onlar öz həyatlarını özləri ilə seçiblər. Bəlkə də qıraqdan, yəni bizim millətdə yan-yana 2 qonşu olsa eləcə, bir-birlərinə nifrət edərlər. 100% dava salarlar ki, ayda bunun evi mənim evimdən daha yaxşıdır. Qoy mən bunun paxıllığını çəkdiyim üçün buna bir zərər vurum. Götürər onun həyətinə, nə bilim, nəsə bir zibil tökər. Hələ bizim millətdə də bu çox populyardır da. Cadu piti eləməklər var. Paxıllığın əlaməti, yəni hardan baxırsınız, baxın, o özünü əvvəl-axır necəsə göstərəcəkdir. Ona görə çalışmaq lazımdır ki, uğurlu insanları yəni öz yollarına görə dəyərləndirəsiniz, keçdikləri əziyyətə görə. Və ona görə də bu emosional olaraq öz daxilinizdəki əgər paxıllıq hissi varsa sizdə, onu boğasınız. Hamıda paxıllıq var. O bəzi söz var ki, mən paxıl deyiləm. Elə bir şey yoxdur. Hamının içində paxıllıq var. Paxıllıq 2 cür olur, amma bir səni qarşındakı insana qarşı nifrətini yaradan, bir də sənin özündə, daxilində nəyisə dəyişmək üçün motivasiya verən. Yəni, mən məsələn, nümunə üçün deyirəm, bayaq qonşular nümunəsini deyək. Məsələn, 2 qonşu, biri varlıdır, biri kasıbdır, evləri fərqlidir, maşınları fərqlidir. Əgər
ikisi də öz halında xoşbəxtdirsə, nə olsun evi onun balacadır, amma hara baxırsan bax, o evdə uzaqdan yaşadı, yatmağa gedir. Bütün günü o da işlədir, bu da işlədir. Maşını götürəndə, məsələn, o maşını bahalıdır, bunun maşını ucuzdur, amma nə olsun, trasda gedəndə hər ikisinin sürət limiti eynidir. O birisi ondan daha bahalı maşını var deyə sürətli sürmür. Yəni həyat təzə olsa axırda yenə gəlir bir şey, eyni nöqtəyə çıxır. Amma ki, mən məsələn belə bir psixologiyanı da sevirəm ki, mən əgər evim köhnədirsə, nümunə üçün deyirəm, qonşumun evi yaxşıdırsa, mən ona paxıllığı iməndə, ayda bunun evi niyə belə qəşəkdir, mənim evim pis gündədir, ayda mən gedim bunun kanalizasiyasını partladım, qoy bunun da evi pis olsun düşüncəsi ilə yox, mən düşünərəm ki, bu bacarıbdırsa, mən də bacara bilərəm. Qoy, mən gedim ondan soruşum ki, o hansı peşənin sahibidir. Bəlkə o elə bir peşənin sahibidir ki, sənin qazandığının 10 qat artığını qazandırır, sənə məsləhət verəcək və sən də gedəcəksən, o işlə məşğul olacaqsan. Ya da onun evinin fasadına baxacaqsan, rəngini xoşlayacaqsan. Gəlib soruşacaqsan ki, ay qonşu, nə qəşəng evin rəngi var. Paxıllıq edirsən ki, hə, o ev daha qəşəngdir. Amma ki, o evi oxşatmaq üçün öz evi, gedib ondan soruşa bilərsən ki, qonşu, sənin evin rəngi nə rəngdir? O da deyə bilər, məsələn, bu rəngdir. Gedib sən də o şeyə alıb, o kraskanı alıb evə yaxa bilərsən fasadına. Çünki paxıllıq hərəkətə keçirən qüvvə kimi də ola bilər müəyyən situasiyalarda. Amma sən paxıllığı çəkib də dediyim kimi gedib evinə cavda atacaqsansa, gedib o kanalizasiyasını partladacaqsansa, bu artıq səni heç vaxt qabağa salmayacaq. Çünki birinci dediyim nümunədə, yəni sən inkişaf edəcəksən, ondan nəsə öyrənib qabağa getməyə çalışacaqsan, onun kimi. Amma ikinci dediyim nümunədə, yəni pislik edəndə, sən yerində sayacaqsan, əksinə problem yaradacaqsan özünə. Sən onun kanalizasiyasını partlatdığın üçün vuracaq, bəlkə sənin kanalizasiya sistemin partlayacaq, sənin evində su basacaq. Pisliyi ona eləyəcəksən, məsələn, cadu eləyirlər də daha çox. Bizim millətin bu xas bir şeydir. Amma düşünmürlər ki, hər şey iki başlıdır. Sənin yaratdığın o aura, enerji, kiminsə həyatı üçün sənin öz başında partlayır. Sənin öz ailəvə gəlib çökür, öz övladıva gəlib çökür. Çünki heç sən bu həyatda, yəni kainat olaraq söhbət gedir. Əvəzsiz deyil. Hər şey yadınızda saxlayın. 50-50 ilə bitəcəkdir. Sən 50% pislik eləsən, sənin həyatına da 50% pislik gələcək əvvəl-axır. Yaxşılıq eləsən, 50% də yaxşılıq gələcək. Balansda öləcək amma. Yəni pislik eləməyindən asılı olmayaraq, yaxşılıq eləməyindən asılı olmayaraq hamı balansda öləcək. Balansı da sən pislik edirsənsə, daha çox pisliklə alacaqsan, yaxşılıq edirsənsə, daha çox yaxşılıqla alacaqsan. Çünki mümkün deyil ki, sən pislik edərək axırda ancaq yaxşılıq görəsən, ya da yaxşılıq edərək ancaq pislik görəsən. Həmişə nəticədə balans yaranacaqdır. Odur ki, addımları, düşüncələri, hər bir şeyi seçərkən çalışın bunu unutmadan edəsiniz. Paxıllıq negativ bir şeydir. Ondansa sevgiyə yer verin, məhəbbətə yer verin, nə bilim, gözəlliyə yer verin. Birinin uğurunu görəndə bu uğurludur, buna məndən fayda gəlməz deyə düşünməyin. Gedin ona soruşun ki, sənə necə kömək edə bilərəm. Yəni ona da bəlkə siz nəsə qata bilərsiniz və bu an siz əslində münasibətlərinizi yaxşılaşdıracaqsınız. Güya kiminsə evinin ya da kiminsə maşınının ya da işinin, biznesinin paxıllığını çəkəndə o adamlar sizə gəlir, gətirir, elə bir siz yaxşı şey verir. Yox, onlar da bunu başa düşür və başa düşdükləri üçün, paxıl olduğunuzu bildikləri üçün sizdən uzaqlaşır. Amma həyat elə maraqlı oyundur ki, bir gün sənin o paxıllıq etdiyin insana elə bir işin düşə bilər ya da həyatının ən vacib yəni anını o adam həll eləyə bilər. Amma sən paxıllıq hissini ona ötürdüyün üçün o adam sənə yaxın durmayacaq, səni qıracaq. Deyəcək, hə, kömək edirəm, amma əslində heç eləməyəcək. Niyə? Çünki o sənin artıq o negativi hiss edib. Yəni sən əgər negativ birini ötürürsənsə, gedib sabah ondan pozitiv alacağını da düşünmə. Hamı qarşılıqlı, bayaq o dediyim balans kimi qarşılıqlı bir-birinə cavab verir. Mənə pislik edənə mən gedib 90% hallarda yaxşılıq eləməyəcəm çox güman ki. Heç kim deyir, mən pisliyə yaxşılıqla cavab verirəm. Yəni bu özü də bir yalandır. Heç vaxt sən 10 dəfə sənə pislik edənə gedib 10 dəfə yaxşılıq eləməyəcəksən. Uzağı 10 dəfə pislik eləsə, bir dəfə yaxşılıq eləyəcəksən, sonra görəcəksən ki, bu adam sənə yenə pislik eləyir. Deyəcəksən, tüpürün bunun gəlmişinə, keçmişinə və 9 dəfə o sənə qalan o pislik eləyəndə sən də ona pislik eləyəcəksən, ya da ki, ən pis halda heç nə eləməyəcəksən. Ən yaxşı halda, yəni sadəcə neytral qalacaqsan. Ona görə də birinə paxıllıq edəndə, pislik edəndə düşünün. Bilmirsiniz çünki həyat sabah gətirib hara sizi çıxardacaq. Bir dənə söz var, deyir, dəmir qapının da taxta qapıya işi düşür. Yəni bir gün həyat elə gətirə bilər, iminlə o adamlara işiniz düşər. O adamlar da sizi artıq ignor elədiyi üçün, sizi blok elədiyi üçün,
nə bilim, sizi artıq həyatlarından uzaqlaşdırdıqları üçün sizə yaxın durmazlar. Ümumiyyətlə qalarsınız yerinizdə. Gözəl dünyadır, gözəl təbiətdir, gözəl həyatdır. Fərqi yoxdur harda yaşayırsan, Azərbaycanda ol, Amerikada ol və s. Hər bir halda sənin yəni həyatının marağı var. Sən sadəcə özünü maraqsız bir həyat yaşayırmış kimi qələmə verirsən. Elə bilirsən ki, hamı elə qabağa gedir, sən dala gedirsən. Elə deyil. Sən sadəcə əgər o hissi içində keçirirsənsə, yəni dala getdiyini düşünürsənsə, bir dənə analiz elə öz həyatını. Analiz elə ki, mənim həyatımda nə səhv gedir, nə problemdir. Yəni mən çox bu nümunələri görürəm. Mənə yazırlar Instagramda falan. Yazırlar ki, məsələn, Azərbaycanda hamı kef içində yaşayır, amma mən gəlib deyir taksi sürürəm. Mən taksi sürənlərə yəni neqativ bir şey demirəm, amma adamdan soruşuram ki, təhsil almısan? Deyir, yox. Deyirəm, bir bacarıq öyrənmisən ömrü həyatında? Deyir, yox. Deyirəm, nəyə bacarırsan? Deyir, bir dənə maşın sürməyə bacarıram. Deyirəm, onda sən nə gözləyirsən? Yəni sən əgər maşın sürməyi ancaq bacarırsansa, ən yaxşı da taksi sürə bilərsən, ya da kuryer işləyə bilərsən. Maşınla, yəni sürməklə başqa nə edə bilərsən? Sən yəni öz həyatında nəyəsə inkişaf elətdirməyibsənsə, bu gün sənin o kimsə babat həyat yaşayır dediyin insanlar da amma necəsə uğur qazanıbsa, o zaman sən onların niyə paxıllığını çəkirsən? Niyə onları yəni nəsə bir pis bir şey edirmiş kimi deyirsən? Deyə bilərsiniz ki, hər adam da Azərbaycanda olsa uğuru öz şotuna qazanmayıbdır. Okey, mən razıyam. Çox adam fırıldaq gələrək də qazanıbdır, çox adam rüşvət alaraq da, vəzifəsini istifadə edərək də qazanıbdır. Bu reallıqdır. Amma ki, bayaq dediyim balans onların olsa həyatına gəlib çatacaqdır. Onların özümü ya da uşaqlarımı həmin o şeylərin əzabını əvvəl-axırı, o əziyyətsiz uğurun əzabını hardasa alacaqdır. Amma söhbət burada real uğur qazananlardan gedir. Hansı ki, əziyyət verib başda, uğuru da mükafat kimi alıbdır. Təbii ki, əziyyət verməyib mükafat alanlardan söhbət getmir. Həm də ki, o tip adamların onsuz da həyatı da bir mənalı keçmir, inanın mənə. Çoxunun, mən o tip adamlarla çox Azərbaycanda tanış olmuşam, hələ yaşayanda. Yəni, varlılar deyək də, hansı ki, vəzifə şotuna, kimisə allatmaq şotuna harasa gəlib çıxıblar. Onların 90% inanın mənə xoşbəxt deyirlər. İnanın, 100% sizə bunu garanti edirəm. Siz elə bilirsiniz ki, o həyatı yaşayanda onlar xoşbəxt yaşayır, amma elə deyil. Amma mən nə qədər də kasıb adam görmüşəm. Hansı ki, məsələn, deyək, parniki var, hansı balaca bir ferması var. Yəni, adam əziyyət çəkib, qrupda, balaca da olsa bir şey qrupdur. Kənddə qrup, Bakıda qrup, fərqi yoxdur. 10 dənə qoyunla başlayıb, məsələn, elib 100 qoyun, 2 dənə dana ilə başlayıb, elib, məsələn, 20 dana, balaca bir ərazidə parnik düzəlib, sonra yavaş-yavaş böyüdüb. Sürdüklərim, yəni maşınlara baxanda, evlərə baxanda deyirsən ki, yəni orta statik bir adamdır da, yəni orta səviyyəli bir adamdır. Məsələn, 4 göz Mercedes sürür, ya da nə bilim, bir dənə 2000-ci illərin Kia'sını, Hyundai'ni, nə bilim, Toyota'sını sürür. Evi də ki, cırı öldürür, 80-90 min, 100 min manat. Amma o adamlarda mən xoşbəxtlik hiss edirəm. Onlar o varlılar kimi milyonluq maşın, 100 minlik maşın sürməsin, amma o içində oturduqları maşında xoşbəxtdirlər. Onlar milyonluq villalarda yaşamasalar da, o balaca isti evlərində xoşbəxtdirlər. Niyə? Çünki onlar əziyyətlə onu əldə ediblər. Əziyyətlə əldə olunan hər şeyin zövqü tamam ayrı olur. Paxılı insanlar amma elə bilir ki, bu adam o yerə gəlib çıxıbdı və bəxtəbəxt gəlib çıxıbdı. Ona görə də mən bunun paxıllığını çəkim. Demir ki, bu adam 5 il, 6 il, nə bilim, 3 il, 2 il əziyyət çəkibdi. Sən də əziyyət çək, onun kimi 5-6 il onun səviyyəsinə çat. Demirəm ki, sən get super milyoner ol. Super milyoner olanlar da yəni əziyyətsiz olublarsa, o onların həyatı da bir həyat deyil. Xoşbəxt bir şey yaşamırlar. Amma kim indi milyoner olursa, öz əziyyəti ilə də milyoner olanlar var da, bizneslər qururlar, düzgün şey, əlaqələr yaradırlar və s. Milyoner onlar da xoşbəxt yaşayırlar. Yəni hər varlı bədbəxt yaşayır deyə bir anlayış yoxdur. Söhbət burada əziyyətsiz varlı olanlardan gedir. Yəni rüşvət şotuna, ev yıxmaq şotuna. Mən çox adamın hekayəsini, yəni bu günə kimi eşitmişəm. Məsələn, mənə bir nəfər bir hekayə danışmışdı ki, dayısı Avropada işləməyə gedir. Hansısa bir şərab zavodunda axrana kimi işləyir. Axrana kimi işləyəndə oradan böyük pullar uğurluyor. Böyük pullarla gəlir Azərbaycanda, yəni 200-300 min pul uğurluyor. Gəlir Azərbaycana qaçır, burada şərait qurur özünə, ev, eşik, biznes. Hamı deyir ki, bəxtəvərin balası getdi, tutam da, Avropada pul qazandı gəldi. Amma heç kim demir ki, uğurluyub gəldi. Paxıllığını eləyənlər də olur, deyək ki, onu gözü götürməyənlər də olur. Amma haram pulla başladığı o həyat 5-6 il ona zövq verir. 5-6 il sonra övladı narkoman olur, qızı pis yollara düşür,
arvadı pis yollara düşür, özü xəstəliklər tapır. İndi özünüz düşünün də həyat karması necə işləyir. Yəni bu adam uğurladığı pulla uğur qazanır. Qıraqdan hər kəs elə bilir ki, bunun uğuru, yəni təbii uğurdur, əziyyətlə qazanılan uğurdur. Amma əziyyətlə qazanmadığı üçün də həyata vurur, bax beləcə kəlləməyə Allah eləyir. Amma o qədər də adam var ki, ömrünü həsr edir işə, milyonu varsa belə gedir fəhləsi ilə, nə bilim, ustası ilə bir işin başında durur, kömək eləyir onlara. Mən elə adamları da çox tanıyıram. 60 yaş, 65 yaşından biznesmenlər tanıyıram elə Azərbaycanda. Yəni bu adamlar bu yaşlarında belə iş qururlar, kömək eləyirlər, əl tuturlar, halal qazanırlar da. Yəni torpağa yaşayır, torpaqdan pulunu götürür. Evini tikir, evindən pulunu götürür. Halalçılıqla qazanır. Həyatları da normal, xoşbəxt yaşayırlar. Əziyyətsiz, yəni uğur çox adamın təəssüf ki, gözünü qamaşdırır. Paxıllar da belə şeylər görəndə lap dəli olurlar ki, ayda bu birdən-birə necə qalxdı, bir aya birdən-birə bu maşını, bu evi, eşiyi necə aldı. Amma heç kim yəni əsl hekayəni bilmir. Əsl hekayə də həmişə yəni o yaşayanlara məlumdur. Odur ki, paxıllıq etmədən öncə, negativ bir his ürəyinizdən keçirtmədən öncə həmişə çalışın, həqiqəti araşdırıb tapasınız və tapdınızsa deyək, o həqiqəti öz xeyrinizə istifadə etməyə çalışın. Yəni o sizə motivasiya versin. O sizi, içinizi yandıran o atəşə dönməsin. Mən özüm boksör olmuşam. Mən boks ringinə çıxanda ilk günündən son günümə kimi kimlənsə döyüşməyə çıxanda da sparingdə və yaxud da yarışda olsun, fərqi yoxdur. Mən həmişə qorxmuşam. Amma qorxaq boksyorlar iki cür olur. Bir, qorxunu içlərində onları idarə etməyə imkan verən və qorxunun ucbatından ringdə özünü itirən, özünü necə deyim, kontrolunu buraxan, zərbələr çox gələn kimi artıq təslim olan tiplər olubdur. Yəni qorxu onları elə eləyibdir. Bir də qorxunu özünə güc kimi istifadə edən. Mən həmişə döyüşə çıxmadan öncə şuuraltı özümü elə proqramlaşdırırdım ki, qorxunu öz yumruqlarımda hiss edirdim. Yəni mən qorxu ilə yumruq vuranda daha sərt vururdum. Çünki mənim bir məqsədim var idi ki, mən qorxuram deyə ki, məni udallar və yaxud da məni ağır zədə alaram. Mən bu döyüşü tez bitirməliyəm və qorxu mənə qollarımda elə bilirdim, əlavə bir ton güc veribdi. Ona görə də qorxunun özü belə hardasa xeyirdir. Paxıllığın özü belə hardasa xeyirdir, əgər idarə edə bilirsinizsə. Mən qorxumu idarə edə bildiyim üçün heç vaxt uduzmurdum. Amma qorxusunu idarə edə bilməyən həmişə uduzurdu. Paxıllıq da elədir. Siz əgər onu idarə edə bilirsinizsə, bu sizin həyatınıza uğur gətirə bilər. İdarə edə bilmirsinizsə, həyatınıza uğursuzluq gətirəcək. Heç kimin də paxıllığını, yəni söhbət o pis xislətli paxıllıqdan, qarnı qurtuluqdan gedir. Çəkməyin. Çünki siz həyata ondan fərqli gəlməyibsiniz. Onun da iki əli var, iki ayağı var, sizin də. Siz sadəcə özünüz seçmisiniz tənbəlliyi. Sual verin ki, özünüzə, niyə siz uğur qazana bilmirsiniz? Onda beyniniz sizə variantlar verəcək ki, bax sən paxıl olduğun üçün uğur qazana bilmirsən, tənbəl olduğun üçün uğur qazana bilmirsən, zəif bildiyin üçün bir şeyə uğur qazana bilmirsən, onda variantlar tapacaqsınız. Həmin şeyləri də aradan qaldıranda siz də gedib o paxıllığını çəkdiyiniz adamın reallığında olacaqsınız. Yəni onun kimi olacaqsınız 3 aşağı 5 yuxarı. Amma daha oturub negativə fokuslandıqca, pis şeyləri düşündükcə nə olacaq? Axırınız elə onların həyatından beş betər olacaq. Əstəğfurullah. Axırınız onların həyatına yaxınlaşmadan öz gözünüzdəki reallığınız bu dəqiqə nəticə ondan da beş betər pis olacaq. Yəni balaca bir eviniz varsa o ev də dağılacaq. Köhnə maşınınız varsa xarab olacaq. Çünki negativdən çıxmırsınız. İçinizdəki o negativ hissi sizin inanın mənə həyatınıza əvvəl-axır necəsə gəlib girir. Həyatınıza əvvəl-axır necəsə təsir edir. Sizin olmasa övladlarınızın edir. Paxıl adamların hələ qabağa getdiyini mən görməmişəm. Siz deyə bilərsiniz ki, yox, mənim qohumum var, paxılın biridir, amma gündə 10 dənə ev alır, nə bilim, gündə bunu eləyir. O, bayaq dediyim o nümunədəki kimidir. Bilmirsiniz ki, fonda o nəyə qurban verib onu eləyəcək. Axırda o ondan necə çıxa bilər. Odur ki, hər şeyi ümumiləşdirmədən adamına görə qərar verin. Ümumilikdə bu mövzu ilə bağlı deyəcəklərim bunlardır. Ümid edirəm bu mövzu xoşunuza gəldi.
və mənim kanalımda, YouTube kanalımda başqa Gəl Danış layihəsinin podkastları da var. Onlara da qulaq asa bilərsiniz və əgər siz mənim digər vlog tərzi və sairə kimi vlog videolarımı izləmək istəyirsinizsə, kanalıma elə indi keçin. Orada çoxlu videolar var və bu videonu mütləq bəyənin. Axır vaxtı mən aktiv başlamışam paylaşımlar eləməyə. Siz əgər like'lar qoysaz, siz əgər videoları paylaşsaz, fərqi yoxdur, kanalımdan hər hansısa birini kommentlər yazsaz, elə bu video ilə də bağlı kommentlərinizi, fikirlərinizi bölüşün. O zaman bu mənə daha çox motivasiya verəcək ki, yeni şeylər də çəkim. Çünki bayaq o dediyim balans kimi. Siz nəyə mənə çox versəz, mən də əvəzində o qədər sizə o şeyə çox verəcəm. Siz mənə diqqət versəz, mən də videolarımda sizi diqqətə alıb daha çox sizə faydalı şeylər verəcəm. Siz məni yəni diqqətsiz yanaşsaz, mənə videolarıma like qoymasaz, komment yazmasaz, abunə olmasaz, o zaman bu da məndə diqqətsizliyə gətirib çıxaracaq. Artıq bu işləri eləmək istəməyəcəm. Yəni balansı hər bir tərəf qoruyacaq əgər siz başlasaz bu şeyi eləməyə. Çünki mən ilk addım atdım. Mən başladım bu videoları paylaşmağa, necəsə sizə fayda verməyə. Bilirəm, sizin mənə borcunuz yoxdur, amma mənim də sizə borcum yoxdur. Ona görə də bu alış-verişimizi beləcə qoruyub saxlaya bilsək, siz mənə like-lar qoysaz, kommentlər yazsaz, paylaşsaz səhifəmdəki, kanalımdakı videoları, o zaman mən də daha çox maraqlı şeylərlə sizə gələcəm. Bugünkü amma mövzumuz sona çatır. Ümid edirəm bəyəndiniz və növbəti podkastımızda, Gəl Danış podkastımızda sizi gözləyəcəm.